İnşallah bura mənim məkanım. Salam dostlar, necəsiniz? Nə var, nə yox? Mən bu günləri sizə Açıqdan səslənirəm, yəni bundan. Bu günləri bir balaca istəyirəm sizə kontent hazırlayam və bunu da yerləşdirəm YouTube'a. Yollar haqqında, getdiyim olan sərgüzəştlər haqqında və burada indi diskotekalarda göstərəcəm sizə hər şeyi bir maraqlı şeyləri sizlə bölüşməyə çalışacağım. Bir də qiymətləri. Yəni insanları burada belə dilənən petlar var. Bu petokdur, misal üçün dilənir. Buradan amma insanlar həyatına davam edir. Yəni elə güclü bir şeylər yoxdur bu Amerikada. Nə bilim, çalışaram ki sizin üçün gözəl bir şeylər çəkib paylaşa bilim. Mənə də xoş olar, mənim üçün də yeni deneyimdir də belə türkün sözü. Yeni bir şeydir bu. Bu günləri aldım bu açkini və bundan söhbət gedir. Bu günləri aldım və deyəsən yaxşıdır. Hələ bilmirəm. Yaxşıdır. Görək nə göstərir. Görək necə olur. Səsimin yazılmağı falan necədir görəsən. Sonra biləcəm, buradan da görürsünüz. Bütün şeylər hamısı bura gəlir, düşür. Bəli, metanın içinə və birbaşa telefonun yaddaşına gedir. Soladı buradan keçdik sağa. Eynən Azərbaycandakı kimi. Gördünüz uşaqlar, burada eynən hər şey Azərbaycandakı kimidir və buralara baxırsınız. Buran Amerika bax. Gördünüz? Bax, hər yerdən bax. Hər yer deyir ki, bura Amerikadır. Sür. Bəli, sürdü. Başa düşmədi, amma heç olmaz. Burada var, stop var. Stop sayında mütləq vaxt dayanın. Bir dənə sağ. Düzdür, BMW sürücüləri çox vaxt pavorotnikdən istifadə eləmirlər. İşıq siqnallarından yəni. Amma biz eləyirik. Niyə görə? Çünki biz Amerikadayıq bura. Macəra dolu Amerika. Çort pabiri. Bütün mahnılarla başınızı, beyninizi xarab eləyəcəm. Gözləyin hə. Siz elə bilirsiniz ki, yaxşı bir kontentə gəlib düşmüsünüz. Amma gözləyin hələ. Hələ siz gözləyin. Mama olur. Yaxşı olacaq. Gözləyim. Və burada da Bank of America'nın şeyi var. Aparatı var. Yaxşı ki bura gəldim. Elə burada da aparata pul qoyaram şeyə, kartıma. Aparatdan. Görmürəm maşın. Yox, pul qoya bilmədim. Çünki burada aparatı necə işlədirlər sözünü açığı bilmirəm. Bəli. Yaxşı olar. Maşın gəlmir. Bu pətənə eləyərlər bizim. Gəlirmiş. Hə, qardaşlar. Belə, indi gəlmək və baxım görüm nə render eləyə bilirəm. Nə render eləyə bilirəmsə sizin üçün paylaşaram da bir yüngülvari meta ilə video. İnanıram ki bəyənərsiniz. Bəyənsəz də bəyənməsəz də indi təzə başlayanam da qəlbimi qırmayın. Söyləyeyim, bax burada fərq eləmir. Bax qırmızı yansa da sola baxırıq, maşın gəlir gördünüz. Yəni peşoxod söhbətlərdə pozdur. Sola baxırıq, maşın gəlmirsə çıxa bilirik. Belə. Bəli. Bu qədər də, yəni Amerika mən deyərəm ki, çox gözəldir. Bəli, maşın park eləyirik. Maşını park eləyirik, qardaşlar. Mən onu başa düşə bilmirəm və heç vaxt da başa düşə bilməyəcəm. Qayıb niyə var? Lobim yandı. Oyda, lampuçkamız xarab oldu, neysə. Qayıb niyə var və nəyə görə o bir şey deyir? Niyə var da, yəni qayıb niyə var? Şöyle bakın, ilk günde diyor maşının içi. Orada da kompüterimde. Bak bunu aldım bak bunun günleri. TL aldım arkadaş. Bak görürsen ha. iPhone. Ancak iPhone'dan işte bu hepsi oldu ya. 25 Ultra'mdan işte dönmüyor. İnşallah bura mənim məkanım.